Salam dostlar, bu videoda sizin üçün 30 maraqlı məlumatı topladım. Bir cümləlik məlumatları öyrəndikcə çaşacaqsınız. Hər gün yeni bir video yükləyirik. Yeni videolardan xəbərdar olmaq üçün lütfən kanalımıza abunə olun. Bir kişi saqqalını heç kəsməzsə 9 metr uzanaya bilər. Delfinlər su içməz. Əgər dəniz su içərlərsə xəstə olurlar. Bunun yerinə ehtiyacları olan mayeni yediklərindən alırlar. Dünya üstündə yaşayan insanların %11-i solaxaydır. Bayquş mavi rəngi görə bilən tək quşdur. Bal çürümür. 3000 illik bir balı yeyə bilərsiniz. Bütün zamanlara baxdığınızda uzunqulaq öldürdüyü insan sayı təyyarə qəzalarında ölən insanların sayından çoxdur. Ördəklər vaq-vaqları exo etməz və bunun səbəbi hələ həll edilə bilməmişdir. Əgər bir arı yarım kilo bir balı tək başına çıxarmış olsaydı, o balı edə bilmək üçün 2 milyon çiçəyi ziyarət edilməsi lazım idi. Oxunaqlı yazmayan həkimlərin pis əl yazılarından ötəri ildə 7000 adam ölür. Keçilərin göz qapaqları düz bucaqlı formasındadır. Dilin müəyyən hissələrinin müəyyən dadlarını aldığı əslində yalandır. Bu tam 1901-ci ildə bir Alman elm adamının ortaya atdığı iddiadır və doğru olmadığı sübut edilmişdir. Afrika qitəsində 1000-dən çox dil danışılır. Albert Einstein və Darwinin ortaq xüsusiyyəti əmüşağı ilə evlənmiş olmalarıdır. Bir insanda olan bütün qanı içə bilmək üçün 1 milyon 200 min acıqanadın o adamı bir dəfə dişləməsi lazımdır. Körpələr diz qapaqları olmadan doğurlar. Diz qapaqları 2 ilə 6 yaş arasında tam diqqətə çarpan hala gəlir. Dünyada ən çox Rolls-Royce avtomobil olan şəhər Hong Kongdur. Zürafələr 55 cm dilləri ilə qulaqların içini təmizləyə bilirlər. Bir insanın danışarkən 72 əzrəsini istifadə edir. Çaxmaq kibritdən əvvəl icad edildi. Bir qütb ayısının qaraciyərində yesəniz ölərsiniz. Çünki qütb ayısının qaraciyərində çoxlu A vitamini vardır və insan bədəni üçün o qədər yüksək miqdarda A vitamini öldürücüdür. Bir acıqanada 47 dişi vardır. İldə ortalama 5 milyon dəfə nəfəs alırıq. Amerika həbsxanalarındakı günahkarların %55-i narkotiklə əlaqəli bir cinayətə görə yatmaqdadır. Bir şanda olan bütün dişi bal arıları bir-birləri ilə qız qardaşıdır. Dəvələrin üst-üstə 3 göz qapağı vardır. Bu sayədə gözləri çöldəki qum fırtınalarından qoruna bilər. Bu günə qədər dünyada ən çox satılmış kitab İncidir. Köpək balığı 2 gözünü birdən qırpa bilən tək balıqdır. Dünya üzərindəki insanların %30-u həyatlarında bir dəfə olsun telefonla danışmamışdır. Arıların 5 gözü vardır. Bunların 3 dənəsi qabaqda, 2 dənəsi arxadadır. Bir dəniz qabığını qulağımıza qoyunca eşitdiyimiz səs əslində qanun damarlarda axarkən çıxardığı səsdir. Stəkana bənzər hər hansı bir şeylə də eyni səsi eşidə bilərsiniz. Yuh diyorum kanalında maraqlı, əyləncəli, bəzən də qəribə təcrübələr edirik və bunları bir video halına gətirib nəşr edirik. Təcrübələr xaricində yuh deyəcəyiniz maraqlı, komik, qəribə məlumatlar verən videolar da hazırlanır. Yeni videolarımızdan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı unutmayın.